Salam dəyərli dostlar, əziz izləyicilər, xoş gördük hər birinizi. Dəyərli dostlar, mən zaman tapdıqca, vaxt tapdıqca mənə çoxsaylı göndərilən şikayət tipli mesajlara, SMS-lərə baxıram, video müraciətlərə baxıram. Dünən Xankəndi şəhərindən bir müraciət gəlib mənə, dəyərli dostlar. Orada işləyən ustanın əlini qırıblarmı, əziblərmi? Ümumiyyətlə orada bir Mir Ələddin var, sahə rəisi, onun orada bir qoçusu var, əmir. Yəni o Mir Ələddinin qoçusu, əmirin özbaşınalığından, Azinko şirkətinin orada elədiyi özbaşınalıqdan, yəni adam danışır, fəryad eləyir. Görək bizim bu Xankəndi şəhərində işləyən ustanın başına nə gəlib, birlikdə dinləyək dəyərli dostlar, baxaq videoya. Salamlar, vaxtınız xeyir olsun, hörmətli Azərbaycan xalqı, hörmətli bizim Azərbaycanın ləyaqətli oğlu Elnur Şükürov. Mənim çəkiliş etməkdə məqsədim budur ki, Xankəndi şəhərindəyəm, adım Ərəstundur, özüm Tərtər rayon sakiniyəm. Xankəndi şəhərindəyəm, Azekon şirkətində çalışıram. Burada bir sahə rəisi var, Mir Ələddin, adı Mir Ələddindir, amma seyidlikdən, ocaqlıqdan, Peyğəmbər övladlığından bunun heç bir xəbəri yoxdur. İşimdən nöqsan olmadan, heç bir şey olmadan məni işimdən azad elədi. Özüm usta işləyirdim burada. Bax, Mir Ələddinin hesabına da bax belə əlim baba bucu şikəst olub. Məni nə qoymadılar xəstəxanaya gedən, burada elə belə maz verdilər, bint verdilər, sarıdılar. Özümü də işdən çıxartdılar ki, bizə sənin kimi adam lazım deyil. Niyə lazım deyil? Çünki bunlar bir-iki dəfə dövlətin əksinə getdilər, mən bunların ağzından vurdum. Ona görə də dedilər ki, yəni dövləti istəyən adamın bizim Mir Ələddinin yanında yeri yoxdur. Mir Ələddin də ki, bəzi adlarını çəkmədiyim qara qüvvələrə xidmət edir hal-hazırda. Cənab Prezidentimizə səslənirəm, birinci xanım Mehriban xanıma səslənirəm ki, bu haqsızlığa xahiş edirəm, göz yummuyasınız. Çox sağ olun, Allah şükürməniz olsun. Yəni, çox güman edirəm ki, yəni mənim bu çəkilişim, mənim bu sözlərim, yəni sadəcə sözlər kimi qalmayacaq da. Yəqin ki, nəsə bu haqda bir şey görüləcəkdir də, yəni ki, bu haqsızlığın aradan qaldırması haqqında yəqin ki, nəsə dövlət başçımız tərəfindən, birinci xanım tərəfindən nəsə bir tədbirlər görüləcəkdir. Çox sağ olun, var olun. Dəyərli dostlar, deməli, təkcə Xankəndində deyil, bəzi rayonlarda, bəzi bölgələrdə belə balaca bir məmurlar var. İstər şirkətlərdə olsun, istər icra hakimiyyəti strukturunda olsun, istər bələdiyyələr, istər nə bilim, məktəb direktorları. Yəni adamlar hərəsi bir krallıq qurur, hərəsi bir xanlıq qurur və işi, gücü, peşəsi, fəaliyyəti necə eləyim ki, bu Ərəstun kimiləri, Ərəstunları incidim, əziyyət verim, alçaldım. Yəni əllərindən maksimum nə gəlirsə vətəndaşları əzməyə, incitməyə, alçaltmağa hətta belə sərf eləyirlər. Ərəstunun müraciəti dövlət başçısına, ölkənin vitse-prezidentinə, adiyyəti qurumlara oldu. Biz də bu məsələni işıqlandırdıq və məsələni təkrar izləyəcəyik. Təkrar məsələnin nə yerdə olduğunu biz siz dəyərli izləyicilərə çatdıracaq, dəyərli dostlar. Yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.